Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Əvvəlcədən kanalıma baxdığınız üçün hər birinizə təşəkkür edirəm. Bu gün sizlər üçün üzəri parlaq, qatları tel-tel, olduqca dadlı, ləzzətli paxlavanın hazırlama qaydasını paylaşacağım. Videonu axıra qədər izləyin, bütün sirləri bu videoda açıqlayacağım. Əvvəlcə paxlavanın şərbətini hazırlayıram. Qazanın içərisinə 200 ml stəkanla 300 stəkan şəkər tozu və stəkan yarım su tökürəm. Qazanı ocağın üzərinə qoyuram. Şəkər tozu əriyənə qədər qarışdırıram. Paxlavanın şərbətini bir gün əvvəldən hazırlasaz daha yaxşı olur. Qaynağa düşməyə başlayanda içərisinə 2 dilim limon tökürəm. Şərbət qaynayan zaman üzərində iri köpüklər əmələ gəlirsə, deməli şərbətimiz hazırdır. Ocağı söndürüb şərbəti bir kənara qoyuram ki, soyusun. İndi isə xəmiri hazırlayıram. Qabın içərisinə 200 ml stəkanla 6 stəkan un tökürəm. Ayrıca bir stəkana bir dolu olmayan çay qaşığı quru maya, üzərinə 1 çay qaşığı şəkər tozu və ilıq süd əlavə edib qarışdırıram. İstifadə etdiyim unu da dəzgahın üzərinə qoymuşam. 1 cimdik duz, 1 ədəd vanilin tökürəm. Və onu qarışdırıram. Daha sonra içərisinə 200 qram yumuşaq yağ, 3 ədəd yumurta, 100 qram xama, qarışdırdığım mayanı, eləcə də biraz süd və su qarışığını tökürəm. Deməli, yarım stəkan süd, yarım stəkan isə su götürürəm. Südü az-az əlavə edirəm. Paxlavanın xəmiri bərk olmalıdır. Belə bir bərk xəmir yoğrulur. Xəmirin üzərini örtüb yarım saat gözlədirəm. İkilik üçün üyüdülmüş və qovrulmuş 5 stəkan qoz ləpəsinin üzərinə 2 stəkan yarım şəkər tozu, 1 çay qaşığı hil töküb qarışdırıram. Ərzaqların ölçüsünü qramla dedikdə xanımlarımız çətinlik çəkir, ona görə də hamısını stəkan ölçüsü ilə qeyd edirəm. Yarım saat keçdikdən sonra xəmiri kündələyirəm. Bu xəmirdən 10 ədəd 70 qramlıq kündə və 2 ədəd 250 qramlıq kündə ayırıram. Üzəri və alt hissəsi üçün iri kündələr götürülür. Biraz artıq xəmirim qaldı, ondan da 5-6 ədəd şəkər bura hazırladım. Çox gözəl şəkər bura alındı, istəsəz bu xəmirdən şəkər bura da hazırlaya bilərsiniz. Paxlavanı hazırlamaq üçün iri ölçülü soba listindən istifadə edirəm. Soba listinin içərisini yumuşaq çərə yağı ilə yaxşıca yağlayıram. Və ilk iri kündədən başlayıb yayıram.
Biraz un tökürəm. Çox undan istifadə etmirəm. Yağlı xəmir olduğu üçün rahat yayılır. Yaydığım xəmiri soba listinin içərisinə yerləşdirirəm. Daha sonra isə çişi gündəni yayıram. Yaydığım xəmiri də digər xəmirin üzərindən qoyuram. Üzərinə isə ikilik tökürəm. Mən yuxaların ara qatlarını yağlamıram. Daha sonra digər yuxanı üzərinə qoyuram. Bu qayda ilə 11 ədəd yuxanı üst-üstə yığıram. Sonuncu yuxanı, yəni 11-ci yuxanı qoyduqdan sonra üzərindən astaca basıram. Çox möhkəm basmaq lazım deyil. İndi isə sonuncu iri kündəni yayıram. Yaydığım yuxanı da digər yuxaların üzərinə qoyuram. Sonda kənarlarını bıçaq vasitəsilə içəri doğru qatlayıram. Daha sonra listi soyuducuya qoyuram və soyuducuda yarım saat gözlədirəm. Üzəri üçün portağal rəngindən və sarı rəngdən istifadə edirəm. Rənglərdən biraz tökürəm, üzərinə isə su əlavə edirəm. Yarım saat keçdikdən sonra listi soyuducudan çıxarıram və xətkeş vasitəsilə kəsirəm. Əvvəl kənar hissəni kəsib çıxarıram, daha sonra isə digər hissələri kəsirəm.
Paxlavanı kəsdikdən sonra hazırladığım rəngi fırça vasitəsilə üzərinə keçirəm. Daha sonra paxlavanı əvvəlcədən qızdırılmış 150 dərəcəlik sobaya qoyuram. Sobada da göstərirəm hansı hissəsinə qoyuram. Yəni ən alt hissəyə setkanın üzərinə yerləşdirirəm. 10-15 dəqiqə keçdikdən sonra soba listini çıxarıram. Yəni baxırsınız üzəri bərkiyibsə çıxarırıq və üzərinə 1 stəkan ərinmiş yağ tökürəm. Və yenidən bişməyə qoyuram. Paxlava tam bişdikdən sonra çıxarıram. Yenidən ara xətlərini kəsirəm. Və üzərinə fırça vasitəsilə şərbət çəkirəm. Paxlavanın üzərindəki qozların ağ olması üçün qabığını soymuşam. Üzərinə biraz isti su əlavə edib saxlayırıq. Sonra qabığını soyub sərib quruduruq. Qoz ləpələrini kənarda yumurta ağına vururam və paxlavanın üzərinə yığıram. Daha sonra paxlavanı yenidən sobaya qoyuram. 6-7 dəqiqədən sonra paxlavanı sobadan çıxarıram və üzərinə şərbəti tökürəm. Yəni qaynar paxlavanın üzərinə otaq temperaturunda olan şərbət tökülür. Paxlava tam soyuduqdan sonra kəsib süfrəyə təqdim edilir. Mən soymasını gözləmədən sizlərə kəsib göstərirəm. Əziz xanımlar, əgər siz də mənim paxlavamı, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.